Amma astronomik hesablamaları sən deyirsən, yəni astronomik məsələnin hesablamalarına bir ay qabaqsadan, neçə gün qabaqsadan bayramı və ayın girməsini, çıxmasını təyin etmək alimlərin icması ilə batildir. Alimlərin icması ilə batildir. Bugün müasir alimlərin əksəriyyəti, demək olar ki, cümhur, demək olar Saudiyada olan alimlərin, demək olar hamısı oraydadır ki, hərə öz bölgəsi ilə gedir. Hətta alimlərə sual verilib ki, birdən biz yaşadığımız bölgədən təqvimlərə əsaslanılır, heç ay təqib edilmir, filan peşməkan, deyiblər ki, dəxli yoxdur. Cəmaatla tutun, cəmaatla bayram edin. Hətta birdən orucunuz 28 gün olsa belə, sonra bir gün qəza edərsiniz. Bir dənə Şeyx Əlbani rahimehullah burayda olub ki, bir yerdə ay görülsə, hər kəs ora tabi olmalıdır. Amma baxma ki, Şeyx Əlbani burayda olub və sözünün davamında nə deyir? Deyir, bugün deyir, dövlətlər ayrıdır və ona görə hələm dövlətlər bu məsələdə birləşənəcən, ittifaq edənəcən mən müsəlmanlara məsləhət görüm, hər öz dövləti ilə geçsin. Bir dənə Albani olub müxalif, o da bunu deyib. O da deyib ki, çünki bu əxi, sənin mənim aramda olan, yəni bunu sən mən həlləyə bilmərik. Bunu dövlətlər, alimlər, onlar həlləməli. Onlar bu məsələdə birləşsə biz də eləyəcəyik. Birləşməyiblərsə, ona görə hər öz bölgəsində olana tabi olur ki, problem çıxmasın. Hətta Şeyx İbrahim Ruheyliyə də bu barədə sual verilib, orada qardaşlar sual verdilər, səsini zapsilib göndəriblər bura. O da kağıza tərcümə edib qardaşlara yaydılar. Saudiyada, Mədinədə. Mən də Biləcərdə qardaşlara yaydım həmin fetvanı. Və də şeyxə konkret sualı belə veriblər ki, qardaşlar bu məsələdə ixtilaf ediblər Azərbaycanda. Bəziləri Saudiya ilə tutur, bəziləri isə öz dövləti ilə gedir. Və Saudiya ilə tutanlar, buradakı cəmaata müxalif olanlar 3 dənə argument gətirir. Və şeyxə argumentlərini də deyiblər. 1. Azərbaycanda ay təqib edilmir. İkincisi, bayramlar təqvimlərə əsaslanır. Üçüncüsü, müftili əhl-i-sünnə və cəmaat deyil. Şeyx İbrahim deyir ki, dəxli yoxdur, cəmaatla tutmalısınız. Selamun aleykum və rəhmətullah. Əxi, yəni bu elə bir məsələdir ki, daha bu məsələni hər il da danışılır da, hər il ildə 2 dəfə Ramazan bayramında, Qurban bayramında, xüsusən də Ramazanda da bu hər il bu təkrarlanır da, yəni bu məsələlər cəmaatla götürülür. Dəxli yoxdur. Bugün ay göründü, görünmədi. 5 gün sonra göründü, 10 gün sonra görünmədi. Bu heç nə dəyişmir. Sizdə elan eləyiblər ayın 29-u